Bugün yoldaşımla birgə toyuq ətindən sobada lülə kebab edirik. Salamlayıram bütün səhifə əhlini, izləyənləri bizi. Bugün yenə səhifənin qonağı mənəm, ikinci dəfədir. Bugün həyat yoldaşım yeməklər hazırlayacaq. Mən isə ona əlimdən gəldiyi qədər köməklik eləyəcəm. İlk növbədə salatın hazırlanmasından başlayaq məncə. Buyur. Maraqlı bir sual vermək istəyirəm sənə. Səncə mənim səhifəmdə bir izləyici olaraq, kənardan səndən izləyicim olaraq səhifəmin gedişatını necə görürsən? Yəni təbii ki, uzun müddətdir ki, səhifə fəaliyyət göstərir. Bir balaca istədiyimiz nəticəni ala bilməsək də, izləyicilər biraz gec-gec artsa da ümid eləyirəm ki, bundan sonrasında artıq izləyici kütlən daha tez artar, baxış sayı yüksələr. Bundan ötürü də təbii ki, sizlərin də dəstəyi lazımdır. Təbii ki, səhifə başlayandan bu yana, aktivləşəndən bu yana müəyyən inkişaflar var. Yadındadırsa, ilk videolarımızı telefonla çəkirdik, ondan sonra kameraya keçdik. Təbii ki, bu da təchizat tərəfidir işin, amma bir yerdə. Əslində son vaxtlarda videolarımdakı dəyişiklikləri hiss eləyirəm. Ya, bu da məndə daha da çox. Düz mən səhifəm hələ təzə-təzə açılanda da, hələ necə deyim, o qədər də bir yaxşı tutmayan bir vaxtda da mən yəni çox motivasiyam düşmürdü. Çünki bu işi həvəslə görürəm, sevdiyim işi gördüyüm üçün. Çox fərqli kontentlər lazımdır. O da Yeməyimiz hazırdır. Sənə də təşəkkürümü bildirirəm. Mən təşəkkür edirəm. Yenidən videomda iştirak elədin. Videomu bəyənib səhifəmi izləməyi unutmayın. Çoxlu bu video üçün sizdən bəyəni gözləyirik, izləmə gözləyirik.